Sen bu dünyaya bir məqsədlə doğulmuşdun. Sen bir ünvan var, bir final var, bir məqsəd var. Ora çatmaq, ora getmək üçün. Və sənə bir gözəl nəqliyyat vasitəsi vermişdilər. Bir Tesla avtomobili. Pilotsuz idarə olunan Tesla avtomobili. Ki əziyyət çəkməyəsən. Sadəcə ona komanda verirsən, o səni çatdırır ünvana. Rahat gedib çatasan məqsədə, ünvana və dərk eləyəsən həqiqəti. Amma sən anlamadın işi, oturdun avtomobilə, komanda vermədin, sahib çıxa bilmədin. Və Tesla avtomobili səni götürüb, apardı İrana, Ərəbistana və sən həqiqətdən uzaq düşdün. Çünki o avtomobil pilotsuz idarə olunsa da, onu sən idarə eləməliydin. Sən onu idarə eləmədin. Onu, o avtomobili, dilini bilənlər ona yön verdilər və sənə həqiqət göstərdilər. Sən o həqiqətlərin dalınca özü yeriyən, özü qərar verən, özü hər şeyi həll edən bir avtopilotda işləyən bir avtomobildə sadəcə beləcə oturub həqiqətə doğru getdiyini zənn eləyən bir qaqaşsan. Və azmış kimi şüşəni açıb, qışqırıb, başqalarını da həqiqət adına İrana və Ərəbistana, bəzən Rusiyaya, ora-bura səsləyirsən. Həqiqət onu bilirsən. Halbuki bilmirsən ki, sən bax o texnika, halbuki sənin heç bir hökmün keçməyən bədən adlı bu nəqliyyat vasitəsi sənin sərəncamına verilmişdi. Sən onu idarə eləməyə. Onun bir beyni var, bir mexanizmdir, amma o səndən böyük deyil. En böyük olan sən idin. Amma o beyin səni, sən ona sahip çıxmadığın üçün o səni başladı idarə eləməyə. İndi sən o avtomobildə kimsən? Sən o avtomobildə heç bir şeysən. Sən o nəqliyyatın içində heç özünü tapa bilmirsən. Çünki sən ürəyin döyünür elə bilirsən, ürəyin sənsən. Halbuki sən ürəyi döyündürmürsən. Sən qaraciyərin qanı filtrləyir, sən hepsən sənsən, sən orada yoxsan. Sən yoxsan, orada sən heç kimsən, sən oraya heç bir hökm eləyə bilmirsən. O sistem öz başına işləyir, bəli, o başqasının ixtiyarındadır. Bədən, bütün sistem sən yatırsan, o sənin ora-buravı qaşıyır. Sən təbii ehtiyaclarını saxlaya bilmirsən, ona acizisən. Sən ancaq o istədiyini təmin edirsən. Və bir də var beyin, o bədən də o beyinə işləyir. Beyin beyinə, bəli, beyinə qulluq eləyir. Beyin isə baxır ki, oturub burada dillənmir. İstiqamətini aparmağa. Neyləsin? Sahipsiz bir sistem, bir avtomobil, nəqliyyat neynəməlidir ki? Neynəməlidir? Onu da kənardan dilini bilənlər basırlar, pultu dönür İrana. Sən də deyirsən, İrana gedirik. Əla, həqiqət İrandadır. Həqiqət, İran, bu yol. Kışkırırsan, şən açırsan, kışkırırsan. Sonra keçirsən bu tərəfə. Həqiqət, Səudi Ərəbistanı, qardaşı, Rusa. Bilmirsən ki, avtomobil aparır sənə ki. Bəli, o avtomobil, onun dilini kim bilir, pultu basır, sən gedirsən onun dalınca. Gəlirsən, tərifləyirsən. Deyirsən ki, bilirsiniz, sən avtomobilin 2 dənə enerjisi var. Bəli, bildiğin hibritdir. Bir yağ, bir de şeker. Əsas enerjisi, yağ ve şeker. Ve bu elə yaranıb ki, bu texnika. Sən yolun qırağından bir də alma dərirsən və salam gedirsən. Bu sənin yanacağındır. Buradan gedəcəyin yola göre bunun her şeyi hazırdır. Sənsə gəlmirsən, deyirsən ki, yox, İran xurması ilə yaxşı işləyir bu maşın. Xəbərin yoxdur, qardaşım. Sən bilirsən, necə qəflətdəsən. Özün özünü tapmayan insansan. Mənim sənə ürəyim ağrıyır. Çünki biz bir yolun yolçularıyıq ki. Biz bir şeyin, bir bütövün parçalarıyıq. Və sən özündən xəbərsiz, heç olmasa şüşəni bağla, o yalan həqiqətlərə bu insanlığı çağırma. Sən heç olmasa bu yerdə qalan cəmaatı avtomobilə, bir texnikaya, bir bədənə, bir beyinə kölə eləmə.
Sen o kadar kölesən, kardeşim, köle. Sen azad yaşamamısan bu dünyada. Sen inancın uğruna gelip benim başımı kesersen. İnsan olmak, bilirsən ne deməkdir? İnsan olmak, böyle bir gül olmaqdır, bir çiçək olmaqdır. Bəli. Ve sana bir tane söz diyeyim. Bak kardeşim, bu dünyada kişi olmak, Qazan xan kinosunda Tural olmaqdır. Bəli. Beyrək olmaq değil. Biz yanlış bilmişik o kinonu. Səhv bilmişik. Bəli. Kişi olmaq, Dədə Qorqud olmaqdır, Tural olmaqdır. Qazan olmaq değil, beyrək olmaq değil. Həqiqət budur.